Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli amma ba'd. Deməli biz elhamdülillah Allah azze ve celle'nin yardımıyla siyer dərslərimizin 5-ci dərsinə gəldik çatdıq. Biz 1-ci dərsdə əgər xülasə üzərindən keçəcək olsaq, danışdıq ki, siyer elmini öyrənmək bizə hansı faydaları qatacaq. Və sonra danışdıq ki, həniflik necə pozuldu. Və sonra danışdıq ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin uşaqlıq dönəmi, dünyaya gəldiyi zaman olan hadisələr və ondan sonra aleyhissalatu vəsələmin gənclik dönəmindən danışdıq. Bugün isə artıq Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhyin gəlməsindən danışacağıq. Peyğəmbər sallallahu aleyhi və səlləm o hadisələr zamanı aleyhissalatu vəsələm yuxular görürdü. Və həmin o yuxuları, görmüş olduğu yuxular hamısı da doğru çıxırdı. O nə yuxu görürdüsə, səhər açılan kimi həmin yuxular ona aydın olurdu. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bu aşamada çox zaman tək qalırdı. Aleyhissalatu vəssələm bu dönəmdə çox zaman tək qalırdı. Və azuqəsini özü ilə bərabər götürər və saatlarla oradan inməzdi. Və həmin bildiyiniz məşhur hadisə ki var, mələyin gəlib Rasulullah sallallahu aleyhi və səlləmi sıxması və onu sıxaraq oxu deməsi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən oxumağı bacarmıram. Və mələk onu tutub sıxır, hətta deyilir ki, onun artıq taqəti kesilmişdi. Sonra onu buraxdı və aleyhissalatu və səlləmə oxu dedi. Və aleyhissalatu və səlləm mən oxumağı bacarmıram dedikdə, ikinci dəfə yenə onu sıxdı, sonra buraxıb yenə oxu dedi. O yenə mən oxumağı bacarmıram dedikdə, mələk onu üçüncü dəfə də sıxdı və sonra buraxdı və oxu. Səni yaradan Rəbbinin adı ilə oxu. O insanı laxtalanmış qandan yaratdı. Oxu, Rəbbin ən kərimli olandır deyə həmin bu ayələr oxundu. Burada bu hadisədən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə anamızın yanına gəlir. Və gəldiyi zaman aleyhissalatu vəssələm titrəyən bir vəziyyətdə. Yəni, halı yaxşı olmur. Yəni, mələk gəlib onu sıxıb, onu daraldıb və Peyğəmbər sallallahu aleyhi və səlləmin halı yaxşı olmur. Və gəlir kimin yanına? Xədicə radiyallahu anhənin yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona başına gələn hadisələri bildirir. Xədicə anamız ona deyir ki, bil ki, deyir, Allah səni əsla zayi etməz. Allah səni əsla yardımsız buraxmaz. Çünki sən deyir, qohumluq əlaqələrini qoruyan, acıları doyuran, ehtiyac sahiblərinə yardım edən birisisən və qonağa da ikram edirsən, haqq yolunda insanlara kömək edirsən. Allah səni zayi etməyəcəkdir. Allah səni yardımsız buraxmayacaq və Peyğəmbər sallallahu aleyhi və səlləmə həmin bu sözlərlə güc verir. Və deyir ki, gəl səni aparım əmim oğlu Varaqanın yanına. Və burada keçən dərsdə nisbətən toxunmuşduq. Dedik ki, bizə anamızın Peyğəmbər sallallahu aleyhi və səlləmə dediyi bu söz ki, Allah səni yardımsız buraxmayacaq, Allah səni zayi etməyəcək. Biz dedik ki, bunu İbrahim aleyhissələmin zövcəsində də görürük. Yəni, Həcər anamızda da həqiqətən bunu sənə Allah mı əmr etdi? Allah əmr etdi. O zaman get, Allah bizi yardımsız buraxmayacaq, Allah bizi zayi etməyəcək demiş olduğu sözü görürük. Və dedik ki, burada çox önəmli bir məsələ var. Həmin önəmli olan məsələ nədir? Kişinin zövcəsi ağır bir yüklə kişi yüklənəndə, əgər qadın salihə bir qadındırsa, mütləq kişiyə böyük bir yardımı dəyir. Və həmin o yardımı biz görürük. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın nəbisi, Allah azza və cəllənin elçisi, onu sakinləşdirən, onu Varaqanın yanına aparan bir qadındır. Xədicə radiyallahu anhə. Və İbrahim aleyhissaləmə get, Allah bizi zayi etməyəcək deyən bir qadındır. Həcər anamız. Və yenə biz bunu sahabə qadınlarda da görürük. Məsələn, Ummu Sələmə radiyallahu anhə, bilirsiniz, məşhur hadisədir Hüdeybiyənin sülhü zamanı. Rasulullah sallallahu aleyhi və səlləm çadırına qayıdır və narahat idi. Ummu Sələmə radiyallahu anhə ona deyir ki, ey Allahın Rəsulu,
sən saçını qırx və qurbanı kəs. Onlar da səni görüb bunu edəcəklər. Və təsəvvür edin ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bu söz təsəlli olur, həm də həmin o problemin səbəbini həll edir. Deməli, qadın çox önəmli bir şeydir. Yəni, biz bəzən elə zənn edirik ki, qadın sadəcə ev işlərini görən, sadəcə uşağına baxan, yemək pişirən, belə bir gözümüzdə belə bir təsəvvür var. Fəqət biz baxdığımız zaman, hətta vəhyin ilk gəldiyi zaman Allah Resulü aleyhissalatu vesselamə dəvətində yardım eləyən, onu sakinləşdirən, Allah bizi zayi etməyəcək deyən, umumən bütün dəvətlərə baxsan, bütün dava adamlarına baxsan, görəcəksən ki, onların yanında mütləq salihə bir qadın var. Çünki salihə bir qadın olmasa, kişi eləmək istədiyi şeyləri eləyə bilməz. Mütləq o qadın onun ayağından yapışacaq, onun ətəyindən yapışacaq və ona mane olacaq. Xədicə anamız ona desəydi ki, valla bunu insanlara danışma. Əgər insanlara danışsan, insanlar sənə dəli deyəcəklər, sənə cin musallat oldu deyəcəklər. Aleyhissalatu vesselam'ı qorxutsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm o rahatçılıq, o təskinliklə məgər bu hadisə eyni ola bilərdi? Təbii ki, bunların heç birisi öz başına olmur. Allah subhanahu wa ta'alənin yardım etməsidir. Fəqət burada məsələ nədir? Bax, Allah azza və cəllə o kişiyə necə bir qadın nəsib eləyir. Allah azza və cəllə salih olan bir kişiyə, salihə olan bir qadın nəsib eləyib ki, o sıxışdığı zaman, o dara düşdüyü zaman, o daraldığı zaman ona Allah bizi zayi etməyəcək demək. Və həqiqətən də bu kişi üçün çox önəmli bir şeydir. Yəni, bir kişiyə, bir qadının deməsi ki, Allah bizi zayi etməyəcək, Allah bizi yardımsız buraxmayacaq, narahat olma. Vallahi, sanki bütün dünyanın gücünü bu adama vermirsən. Fəqət qadın kişiyə desə ki, başa düşürəm, Allah razzaqdır, bəs bizi kim yedirdər? Başa düşürəm, filan şey, bəs bizi necə, halımız necə olacaq? Və s. bu kimi şeylər deyən qadınla Allah bizi yardımsız buraxmayacaq deyən qadın eyni ola bilməz. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm nəyə görə deyir ki, evlənən gənclərə ki, sən salihə, sən dininə bax deyir. Dini gözəl olanı seç. Yəni, insan nəsəbinə görə, gözəlliyinə görə və s. evlənə bilər. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsi nə üzərədir? Sən salihə olanı seç, sən dininə bax deyir. Dini gözəl olanı seç. Çünki dini gözəl olmasa, o zahiri gözəllik heç bir şey yaramayacaq. O zahiri gözəllik səni ayağın büdrüyəndə, sıxışanda, qəlbin daralanda sənə kömək eləməyəcək. Amma qadının dindar olması, Allah mı bunu sənə əmr edib? Allah əmr edib. O zaman et, Allah bizi yardımsız buraxmayacaq deyən qadın dindar bir qadındır. Və belə bir qadına həqiqətən hər bir kişinin ehtiyacı var. Və bəzi elm əhli deyir ki, əgər insan görsə ki, onun zövcəsi dindar deyil, yəni evlənərkən belə bir seçim edə bilməyib, o zaman deyir, gücü ilə çalışmalıdır ki, var gücü ilə çalışmalıdır ki, onu salihə bir qadın eləsin. Çünki bu dəvətdə olan, bu dində olan, tövhidə nisbət olunan hər bir kəsin yükü ağırdır. Həmin o yükü ağır olan insanın yanında olan qadın da salihə bir qadın olmalıdır. Onun yükünü daşıyacaq ağır başlılığı olmalıdır. Amma yoxsa sənin qadının elə bir qadındır ki, dünyadan başqa heç nə bilmir. İşi gücü sən evə gəldiyin zaman mobilyaları dəyişmək lazımdır, pərdəni dəyişmək lazımdır, televizor biraz balacadır, onu böyük eləmək lazımdır, 3 otaq balacadır, 5 otaq eləmək lazımdır. Deməli, sən bu qadını yetişdirə bilməmsən, sən onu salihə eləyə bilməmsən. Gecə-gündüz səni ətrafını, sözlərini, kəlamlarını dünya ilə bürüyən bir qadın sənə yardım eləyə bilməz. Sən sıxışanda, qəlbin daralanda, dünya başıva yıxılanda, sənə bir imtihan gələndə sənə deməyəcək ki, Allah bizi yardımsız buraxmaz, narahat olma. İndi bir kişi olaraq təsəvvür elə ki, imtihan əsnasındasan, qadın sənə deyir ki, narahat olma. Allah bizi yardımsız buraxmayacaq. Sənin bütün yükün üstündən qalxdı. Amma bir də qadın düşün ki, sənə tam tərsini deyir. Dünya başımıza yıxıldı. Necə olacaq bizim halımız? Biz nə yeyəcəyik, nə içəcəyik? Sənin yükünün üstünə yük gəldi. Ona görə bu halı, bu hadisələri yaşamamaq üçün insan gələ zövcəsini yetişdirsin, ona vaxt ayırsın, onu dindar, salihə bir qadın etsin ki, bir imtihan gələndə, bir sıxışıqlıq olanda, rızqı daralanda, həyatı daralanda o qadın desin ki, narahat olma, Allah bizi yardımsız buraxmayacaq. Və bu həqiqətən də mühüm olan işlərdəndir və Peyğəmbərlərin baxırıq ki, zövcələri onlara necə kəlmələrlə nə etmişlər? Yardım etmişlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi aparır Varaqanın yanına. Və diqqət edin, Varaqa ona deyir ki, onu dinlədikdən sonra, kaş ki deyir, qövmün səni yurdundan çıxardıqda, mən gənc olsaydım və sənə yardım etmiş olsaydım. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm təəccüb edir.
Və deyir ki, onlar məni çıxaracaqlarmı? Niyə məni çıxardacaqlar ki? Yəni, mən onlara məgər pis bir şeyimlə mi gəlmişəm? Mən bu günə qədər onlara pislik mi etmişəm? Mən onlara neynəmişəm ki? Məsələn, bu günləri bəzi qardaşlar deyirlər, biz neynəmişik ki bu topluma? Niyə bizlə, nədir bizlə dərdləri? Biz insanlarla insanların malını uğurlamırıq, insanların namusunda gözümüz yoxdur, insanların pulunda gözümüz yoxdur. Bu toplumun bizdən alıb verəmədiyi şey nədir? İnsanlar narahat olurlar. Və onda Varaqa Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, sənin gətirdiyini gətirən kimsə, elə bir kimsə olmamışdır ki, ona düşmənçilik edilməsin. Yəni, burada sən yaxşı adamsan, sən pis adamsan, sən onluq adamsan, məsələ bu deyil. Sənin gətirmiş olduğun şey ağır bir yükdür və sənin gətirmiş olduğun şeyi elə bir kimsə yoxdur ki, onu gətirmiş olsun və ona düşmənçilik edilməsin. Yəni, dolayısıyla burada bizim də sualımızın cavabı məlum olur ki, sən insanlara deyəndə ki, tək Allaha qulluq elə, sən Allahdan başqasına qulluq eləyə bilməzsən, sənin həyatında tək hökmdar aləmlərin Rəbbi olan Allahdır, onun bütün ilahlarını yıxanda sənə düşmənçilik eləyir. Artıq gözü görmür ki, sən onun malında gözün yox, əhlində gözün yox, nə bilim, miniyində gözün yox, heç bir şeyində gözün yox, sən ona xeyirdən başqa bir şey istəmirsən. Yəni, bir insan insanları niyə dəvət eləsin ki? Nə işinə qalıb? Çünki istəmir ki, qövmü əzaba uğrasın, istəmir ki, qövmünə od toxunsun, Allahın əzabı gəlsin və gecə-gündüz insanları xeyrə dəvət edir. Bunun üçün çalışır, qohumunu dəvət edir, iş yerində dəvət aparır və s. Və lakin insanlar buna rəğmən bu xeyirləri görmədən düşmənçilik edirlər. Həmin o düşmənçiliyin səbəbi tövhiddir. Yəni, elə bir tövhid yoxdur ki, elə bir tövhid anlayışı yoxdur ki, sən gələsən, hamı desin ki, əlhamdülillah, nə gözəl. Hər şey əladır, yaxşı ki sən gəldin, yaxşı ki bizə bunları anlatdın. Belə bir tövhid dəvəti olmayıb. Mütləq insanlar düşmənçilik ediblər, mütləq insanlar qarşı çıxıblar, mütləq insanlar zərər vurmaq istəyiblər, zərərə uğratmaq istəyiblər. Onda başa düşürsən ki, bu tövhiddir. Həqiqətən Peyğəmbərlərin gətirmiş olduğu dəvət budur. Amma yox, insanlar qarşı çıxmaz, elə sən danışan kimi hamı desə ki, nə gözəl. Elədirsə deməli, bu doğru yolda deyilsən. İnsanlar necə sənə deyə bilərlər ki, nə gözəl. Sən onların bütün keçmişlərini, ilahlarını, ibadət etdiklərini, ilahlarını yıxırsan. Necə sənə deyə bilər ki, hər şey əladır, gözəldir. Toplumun böyük əksəriyyəti sənə qarşı çıxır. Ancaq Allahın rəhm etdikləri, Allah Azza və Cəllənin rəhm etdikləri, Allah onları sənə yönləndirir, Allah onlara hidayət edir, qəlblərində olanı təmizləyir. Bu Allah Azza və Cəllədəndir. Allahın onlara hidayət etməsi səbəbi ilədir. Və bildik ki, bu həmin hadisədə Peyğəmbər sallallahu aleyhi və səlləmə Varaqanın demiş olduğu sözlər çox önəmli sözlərdir. Buradan öyrənəcəyimiz şeylərdən birisi, vəhiy deyildikdə, vəhiy tək Quran deyil. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmə başqa yönlərdən də, başqa yollarla da Allah Azza və Cəllə bir şeylər bildirib. Yəni, siyer kitablarına baxdığınız zaman vəhiyinin yollarına görəcəksiniz ki, tək Allah Azza və Cəllənin ayələr nazil etməsi deyil. Allah öz Peyğəmbəri ilə başqa yollarla da danışıb, bildirib. Yəni, bu şeylərdən birisi nədir? Yuxu. Həmin o yuxu vasitəsilə, məsələn, biz İbrahim aleyhissələmin qissəsindən nə bilirik? İbrahim aleyhissəlam oğluna nə deyir? Oğlum deyir, yuxuda səni kəsdiyimi gördüm. Bax gör, nə düşünürsən deyir. O da deyir ki, atacan deyir, sənə buyrulanı yerinə yetir və inşallah məni səbr edənlərdən olduğumu görəcəksən deyir. Qayıdıb ona demir ki, ey ata, yuxuda görmüsən ki, məni kəsirsən. Bununla adam oğlunu aparıb kəsər yəni. Yəni, belə bir şey olmur. Niyə? Çünki bilinən bir şey var ki, Peyğəmbərlərin yuxuları elə belə sıradan bir yuxu deyil. Bunu niyə görə qeyd edirəm? Ta ki, öyrənək, bilək ki, həmin o hədis inkarçıları var, zındıq tayfa. O zındıq tayfa elə bilir ki, vəhiy ancaq Allah Azza və Cəllənin nazil etmiş olduğu ayələrdir. Başqa vəhiy yoxdur. Başqa vəhiy yoxdursa, İbrahim aleyhissələmin qissəsi necə bir yuxu ilə insan oğlunu kəsməyə apara bilər? Hansı ayədə nazil oldu bu? Necə nazil oldu? Və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləmin bir çox görmüş olduğu yuxular eyni şəkildə nədir? Bu hadisələrin dəlilidir. Həmçinin Allah Azza və Cəllənin onların qəlblərinə qoymuş olduğu bir hiss. Həmin o hisslə bir şeyləri anlayırdılar. Çünki Peyğəmbərlər sıradan insanlar kimi deyirlər. Onların yuxuların da bir anlamı var, hiss etdiklərinin də bir anlamı var, dedikləri də yəni elə belə boş kəlmələr deyildi. Ona görə vəhiyin bir neçə yolunu olduğunu bilmək bu baxımdan nə edir? İnsana faydası var ki, ta ki hədis inkarçısı qarşına çıxanda ona bu şeyləri anlata biləsən.
Çünki bunlar hamısı ayətlərlə sabit olmuş şeylərdir. Həmçinin Cibril hədisini də bilirsiniz. Bəzən mələyin, yəni insan cildində gəlib nə etməsi, bir şeyləri çatdırması. Həmin bu şeylər də bu yollardan birisidir. Mən burada deməli sizə 4 dənə ayrı surədən mövzu verəcəm. Allah Azza və Cəllənin ilk nazil etmiş olduğu ayələr bunlardır. Bunları qeyd edin, bir-bir deyəcəm inşallah, indi qeyd edin bunları və bu ayələrin üzərində diqqətlə düşünün. Yəni, bu ayələr elə ayələrdir ki, ilk nazil olan ayələrdir. Həqiqətən insan bunu düşündüyü zaman görür ki, subhanallah, necə əzəmətli bir şeydir. Heç bir şey boşuna deyil. Allah Azza və Cəllə bu ayələr vəsiləsilə bir, qulunu özünü hazırlayır. Allah Azza və Cəllə Peyğəmbəri gecə qaldırır, onu namaz qılmağa, onu Quran oxumağa, Quranı aram-aram oxumağa əmr edir Allah Azza və Cəllə. Yəni, qulun bir özünü hazırlaması var. Bir də bu ayələrdə qulun insanlarla münasibətini Allah Azza və Cəllə tənzimləyir. Həqiqətən bu önəmli bir şeydir. Bu bizə onu göstərir ki, indi deyəcəm ayələri inşallah qeyd edib bu ayələr üzərində özünüz düşünün və bir-bir hər kəlmə üzərində düşünün. Gələn dərs bu ayələri inşallah sizdən təhvil alacağam. Təsəvvür edin ki, Allah Azza və Cəllə burada bizə iki şey öyrədir. İlk öncə insanın özünü hazırladıqdan sonra onu gecə ilə, gecə ibadətləri ilə, çünki gecə mühümdür. Gecə Allahın ayətlərini düşünmək, gecə Quran oxumaq mühüm olan bir şeydir. Gecədə bir səkinət var. Gecə insanın düşünməsi, hadisələrə baxması bir fərqlidir. Ona görə Allah Azza və Cəllə qulunu hazırlayır və sonra isə qalx deyir insanları xəbərdar et və insanlarla arasında olan münasibəti də Allah Azza və Cəllə tənzimləyir. 1. Yazın. Aləq surəsi 1-5-ci ayələr, yəni 1-dən 5-ə qədər olan ayələr. 2. Qələm surəsi 1-7, yəni 1-dən 7-yə qədər olan ayələr. Müzzəmmil surəsi 1-8 və Müddəssir surəsi 1-7. Bu ayələrdə, bunlar ilk enən ayələrdir. Və bu ayələrə biz baxacağıq nə gözlə? Özümüzü aparacağıq o dönəmə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk vəhiy gəlib. Allah Azza və Cəllə ilk öncə Peyğəmbərini özünü qaldırır. Aleyhissalatu və səlləmi gecə ibadətlərinə yönləndirir. Və sonra onunla insanlar arasında olan münasibəti Allah Azza və Cəllə tənzimləyir. Və burada bu hadisələrdə iki məsələ var. Bu ayətləri oxuduğunuz zaman görəcəksiniz. Çox məsələ var. Mən ikisindən danışacağım. Digərlərini siz inşallah gələn dərs danışacaqsınız. 1. Allah Azza və Cəllə Peyğəmbərinə paltarını təmiz tut deyir. Paltarını təmiz tut. Təfsirçilər deyirlər ki, burada iki məna var. 1. İnsanın mənəvi təmiz olması, yəni əxlaqının düzgün olması, insanlarla münasibətdə düzgün olması, bir bu məsələ var. 2. Elə ayəti zahiri kimi insanın libasının, zahirini təmiz tutması. Və bəzi elm əhli deyir ki, çünki deyir, təmiz paltar həm insanın özünü rahat hiss etdirir. Yəni, məsələn, düşün ki, bir insan çişli paltarı ilə insanların önünə çıxdığını düşün. Yəni, gəlib insanların önünə çişli paltarı ilə, təmiz olmayan libası ilə nə insan özü rahat ola bilir, nə də ətrafda olan insanlar mümkün deyil ki, səndən rahatlıq tapsınlar. Diqqət edin, Allah Azza və Cəllə necə incə məsələlərə toxunur, subhanallah. Yəni, insan təmiz libasını, təmiz paltarı ilə, düzgün paltarı ilə gəlib insanların önündə oturması, çirkli libası ilə, necə gəldi bir libasla eyni deyil. Allah Azza və Cəllə libasını təmiz tut və insana bu həqiqətən də böyük təsir eləyir. İnsanın, hətta bu biraz araşdırma eləsəniz, mən bugün məsələn bu məsələni araşdırmışam, psixoloqlar deyirlər ki, insanın libasının təmiz olması onu psixoloji olaraq ona çox böyük bir müsbət təsir eləyir. Yəni, mənim libasım təmizdir, gözəl libasdayam, insanların içərisində sükunətlə otururam. Lakin deyirlər, insanın libası təmiz olmasa, o insanların arasında sükunətlə otura bilməz. Həm özündə bir narahatçılıq olacaq, həm də ətrafda olan insanlarda bir narahatçılıq olacaq. Necə incə bir məsələdir. Ona görə alimlər deyirlər ki, insan libasına belə diqqət etməlidir, insanlar arasına gəldiyi zaman. Baxırsan, bəzən insan elə bir libasla insanların arasına gəlib ki, o libasla həmin Allah Azza və Cəllənin nazil etmiş olduğu libasını təmiz tut, üst-üstə düşmür. Yəni, insanın elə bir şəkildə geyinməsi lazımdır ki, məsələn,
ortama gəldin, ortamda cahil olan insanlar var. Sən bu cahil olan insanları dəvət eləmək kimi bir fürsət ola bilər. Və təsəvvür elə ki, sənin ayağında başmaq, bizim xalq dili ilə desək, şəp-şəplə gəlmirsən və oturmuşsan şortikdə, maykabın da üstündə canavar şəkli. Və anlatırsan ki, tövhid belədir, tövhid ağır yükdür, bu din belədir, şəriət belədir, Allahın nazil etmiş olduğu ayələr belədir. Yəni, sən özün onun yerinə qoy, sən onun gözündən özünə bax. Şortik, şəp-şəpi, canavar şəkli, nə bilim, qurd şəkli, Amerikanın bayrağı altında da nə bilim, I love you Amerika, I love you Dubai, come to Dubai. Bununla necə adam sənə ciddi baxa bilər ki? Necə sənin anlattığın şeylərin bir ağırlığı ola bilər? Ona görə insan, hər bir müsəlman bilməlidir ki, dəvətçidir. Evindən çölə çıxanda fürsət axtarmalıdır ki, insanları dəvət edeyim. İnsanlara dəvət qapısı açıla bilər. Bunu düşünən insan mütləq libasına fikir verəcək. İnsanlar arasına necə gəldi çıxmayacaq, daha diqqətli olacaq. Elə bir şəkildə geyinməlidir ki, yəni geyim seçərkən bu düşüncədə olmalıdır. Mən bir geyim seçirəm və insanlara tövhidi anlata bilərəm. Bu tövhidin ağırlığı ilə mənim bu libasım üst-üstə düşür, yoxsa yox? Əgər tövhidin ağırlığı ilə sənin libasın üst-üstə düşürsə, əlhamdülillah, o libası geyin və insanların önünə çıx. Amma yox, görsən ki, eyni deyil, tövhidin ağırlığına, Müslümanın ağırlığına zərər gətirir. O zaman nə edəcəksən? O libası tərk edəcəksən. İkincisi, bu ayələri oxuduğunuz zaman görəcəksiniz ki, Allah subhanahu wa ta'ala öz peyğəmbərinə deyir ki, Rəbbini təkbir et. Rəbbini təkbir et nə deməkdir? Elm əhli deyir ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmin önünə çox böyük manelər gəlirdi. Artıq Allah azza və cəllə ona bu ayələri boşuna nazil etmədi. Rəbbini təkbir et. Elm əhli deyir ki, çünki gələn o manelerin böyüklüyü insan Allahı təkbir etdiyi zaman, Allahu Ekber dediyi zaman, Allah ən böyükdür dediyi zaman onun gözündə olan bütün o böyüklüklər hamısı bərabərində kisilir. Məsələn, bizim gözümüzdə insanların, malımızın, evimizin, eşiyimizin qorxusu o qədər bizi bürüyüb ki, Allahı haqqı ilə təkbir edə bilməməyimiz səbəbiylədir. Əgər insan Allahı haqqı ilə təkbir eləsə, onun gözündə olan digər şeylər hamısı kisiləcək. Ona görə, məsələn, bilirsiniz, sələflərdən birisi kralların önünə gedəndə, hamı nədən qorxurdu? Artıq bu adam öləcək. Artıq bu adam öləcək. Çünki xütbədə imam haqqında danışıb. Onu önünə çağırır. Onu önünə çağıranda, içəri girəndə, dilinin altında bir şeylər deyir. Və oradan çıxıb gedəndə insanlar soruşurlar ki, necə oldu ki, sən bu səni öldürəcəkdi? Necə oldu ki, sən bu qəlb rahatlığı ilə girdin, qəlb rahatlığı ilə çıxdın? Vallahi deyir, o mənim gözümdə böyük idi, deyir. Allah azza və cəllənin əzəmətini xatırladım, deyir. Mənim gözümdə, deyir, bir milsəkdən fərqi olmadı, deyir. Yəni, Allahın əzəməti, Allahın əzabı, dünyada sənə baş verəcək, bir şəxsin verəcək əzab, ikisini yan-yana qoydum, adam, deyir, mənim gözümdə heç bir şey oldu və Allaha dua elədim ki, ya Rabbi, İbrahimi ateşdən qoruduğun kimi məni də onun fitnəsindən qoru. Və həmsinin bununla bağlı İmam Əhmədə bir nəfər gəlir, deyir ki, ey Əhməd, vallahi, deyir, bir şəxsdən çox qorxuram, deyir. Və qorxuram ki, deyir, o mənim başıma oynatsın. İmam Əhməd deyir ki, Allahdan qorxsaydın, ondan qorxmayacaqdın, deyir. Allahdan qorxsaydın, ondan qorxmayacaqdın. Bu şeylər bizə nəyi göstərir? Bu şeylər bizə onu göstərir ki, qulun gözündə Allah nə qədər böyüsə, Allah azza və cəllə nə dedi? Rəbbini təkbir et. Yəni, o gələn manelər ki, gələcək sənin üzərinə, həqiqətən baxırıq Peyğəmbər sallallahu aleyhi və səlləm, önünə gələn manelər elə-belə manelər deyildi. Siz təsəvvür edirsiniz, o günün müşriklərinin önünə çıxıb, Allahın ayələrini onlara oxumaq, Allahın nazil etdiyini onlara çatdırmaq, necə əzəmətli bir şeydir? Allah azza və cəllə nə dedi? Rəbbini təkbir et. Bu bizə bir şey öyrədir. Nə öyrədir? Bir şeyi gözümüzdə çox böyütdüyümüz zaman Allah ən böyükdür deyəcək. Və onun xaricində olan şeylər görəcək ki, hamısı gözümüzdə kiçildi. Ona görə bu ayələrin bizə öyrətmiş olduğu şeylərdən birisi də budur. Bu, sizə vermiş olduğum, demiş olduğum ayələrin içərisindən iki məsələni mən zikr etdim. Digərlərinə də inşallah siz baxarsınız, oradan çıxaracağınız faydalar. Amma düşünərək, yəni yemək yeyə, semiska çıtdeyə yox, həqiqətən Allah azza və cəllə bu ayələrdə niyə Peyğəmbərinə ilk öncə başqa ayələri yox, bu ayələri nazil etdi. Allah bu ayələrdə nə demək istəyir? Bunun üzərinə düşünmək inşallah bizə fayda verəcək. Bugünkü dərsimiz bu qədər. Allah azza və cəllədən istəyirəm ki, bizi eşidib faydalan qullardan etsin. Bu dərslərimizi qiyamət gününə qədər insanların faydalanması üçün və bizim də oradan əcr almağımız üçün Allah bir vəsilə, bir səbəb etsin. Allahümmə əmin və axırı davana enilhamdülillahi Rabbil aləmin.